Möhtərəm müsəlmanlar, Əhl-i Sünnənin mənhəci haqqında olan silsilə dərslərimiz davam edir. Biz keçən dərsimizdə Əhl-i Sünnənin hakimə qarşı olan mənhəci, hakimlə bağlı olan mənhəci barədə danışdıq. Birinci dərsdə hakimə itayət məsələsi, hakimin seçmə yolları, hakimə qarşı ümumən çıxmağın haram olmasına, müsəlman hakimə qarşı çıxmağın haram olmasına aid dəlilləri zikr etdik. Bu bugünkü dərsdə keçən iki dərsin davamı olaraq, yəni hakimlə bağlı bəzi şəri hökmlərdir. Hakimin feili ilə və hakimin əmrləri ilə bağlı olan bəzi hökmlərdir. Yəni hakimlə bağlı hökmləri alimlər iki qismə ayırır. Birinci qism odur ki, hakimin öz feili ilə bağlıdır. Özünün edəcəyi, öz-özlüyündə edəcəyi feillərdir. Və İkinci qism isə hakimin başqalarına etdiyi əmrlər və ya qadağalardır. Və alimlər bunu ayrı-ayrı bölürlər və hər qismin altına da növləri zikr edirlər. Hər qismin altında da ayrıca qismlər zikr edirlər. Belə ki, birinci hakimin öz feili ilə bağlı hökmlərə gəldikdə, yəni hakim hansı feili edəndə biz necə davranmalıyıq? Bu şeyləri bilməmiz çox əhəmiyyətli, çox önəmlidir. Çünki bugünkü günü bidət əhli bəzən baxırsan ki, mübah məsələn təkfirçilərdən baxırsan ki, hətta hakimin etdiyi mübahlara görə hakimə məsələn dil uzadırlar, ona qarşı insanların qəlbinə kin-küdurət sayılır. Hansı ki, əməlin özü əslində mübahdır. Bu inşallah az sonra gələcək. Bunları bilməmiz lazımdır. Və biz hakimdən bir feil gördükdə, bir feil savarid olduqda o feilin hökmünə baxmamız lazımdır hər şeydən öncə. Və baxmamız lazımdır bu feilin hökmü şəriətdə nədir? Baxandan sonra şəriət o feilə qarşı bizə necə davranmağı əmr edib onu bilməmiz lazımdır. Birinci feilin hökmünü bilirik, onun etdiyi feilin. İkincisi o feilə qarşı necə davranmaq gərəkir onu bilməmiz lazımdır. Və bu şəkildə davrandığın sürəcə sən Əhl-i Sünnətin mənhəci üzərində olursan. Amma bu şəkildə davranmazsansa, emosiyana qapılıb, emosiya ilə hərəkət edərsənsə, o zaman haqq yoldan saparsan, haqq yoldan azarsan. Və alimlər hakimin feili ilə bağlı olan formaların 5 dənə formasını zikr edirlər. Və birincisi deyirlər ki, onun itayətləri yerinə yetirməsidir. Vacibləri və ya müstəhəbləri yerinə yetirməsidir. Əgər hakim Allahın əmr etdiyi vacibləri yerinə yetirirsə, müstəhəbləri yerinə yetirirsə, buna görə ona onun sevgisini gərəkdirən bir şeydir. Və ona o məsələdə yardım etməyi gərəkdirən bir şeydir. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Vel-mu'minun vel-mu'minatu ba'duhum awliya ba'd." Mömin kişi və qadınlar bir-birinin dostudur. "Ya'muruna bil-ma'ruf və yenhauna anil munkar." Onlar bir-birlərinə yaxşı şeyləri əmr edib pis əməllərdən çəkindirərlər. İkinci hökm hakimin mübah əməlləri etməsidir. Hakimin mübah əməlləri etməsidir. İkinci forma, daha doğrusu hakimin mübah əməlləri etməsidir. Belə ki, yəni bu özü-özlüyündə bu feilə görə nə əl-vəla, nə bəra gərəkdirmir. Nə sevgi, nə də düşmənçilik gərəkdirmir. Yəni bu feilin özü. Yəni hakimin özündən danışmırıq, feilin özündən danışırıq. Çünki mübahdır. Yəni onun üzərində mübahın öz-özlüyündə nə tərif, nə də tən gərəkdirmir. Və yaxud ona görə nə savab yoxdur, nə də günah yoxdur. Bugünkü günü bəzi hakimlərə tən edənlər baxırsan ki, rəhbərlərə mübah əməllərdə biraz genişliyə yol verdiyinə görə tən edirlər, dil uzadırlar. Baxın, necə saraylarda yaşayır. Baxın, necə bir təyyarə minir. Baxın, necə bir maşınlarda gəzir. Yəni, bu nədir? Bu tənin bir növüdür. Bəli, ola bilsin, o mübahlarda təvəssü, yəni daha da genişliyə yol açıblar. Lakin o da ola bilsin, onun tutduğu vəzifənin gərəkdirdiyi bir şeydir. Yəni, hakim, yəni təsəvvür eləyin, bir dövlətin başçısıdır və dövlətin başçısı yəni bir kasıb daxmada yaşayır. Yəni digər dövlət başçılarının ona hörməti necə ola bilər? Ona necə belə deyək ki, yəni dünyada olan digər qeyri-müsəlman, məsələn, qeyri-müsəlman başçılar onun yanına gəldikdə ona necə sayğı göstərə bilərlər?
Yəni müsəlman, yəni belə deyək, onun qarşıladığı adamlar və yaxud onun oturub durduğu adamlar da elə bir insanlar deyil və onları öz hallarına görə qarşılaması gərəkir. Ona görə bu məsələlər mütləq nəzərə alınır. Bu barədə qardaşlar, yəni əgər hakim doğrudan da bunları nəzərə alıb edərsə, hətta bu əməl bəlkə də müstəhəb bəyənilən əmələ girir. Birinci formaya girir. Ömər radiyallahu anh xilafəti dövründə Ömər radiyallahu anh Şama gələndə və onu qarşılamağa Muaviyə radiyallahu anhu çıxır. Muaviyə radiyallahu anhu böyük bir qoruma ilə ətrafında insanlarla çıxır. Və Ömər radiyallahu anhu ona soruşur ki, bu ətrafında olanlar insanlar səni qorumaq üçün bu doğrudurmu? Deyir, bəli, ey əmrəl müminin. Ömər radiyallahu anh deyir, mən eşitmişəm, sənin qapında insanlar, ehtiyac sahibləri durduğu halda mı sən bunu edirsən? Deyir, bəli, ya, ey əmrəl müminin. Deyir ki, nə üçün bunu edirsən? Muaviyə radiyallahu anh deyir ki, ey əmrəl müminin deyir. Ömər radiyallahu anh cavab verir. Deyir ki, biz elə bir torpaqda yaşayırıq ki, yəni Şamda, burada casusların çox olduğu bir yerdir. Yəni düşməndən çoxlu casuslar var Şamda. Və burada bizim vacib olan odur ki, biz sultanın izzətini izhar edək, sultanın izzətini göstərək və bununla da onların qəlbinə qorxu salaq. Əgər sən mənə əmr edərsən ki, bu şeyləri ləğv edim, bunların hamısını tərk edim, mən onu edəcəm. Və mənə əgər izin verərsənsə və bu mən əmələm üzərində davam edəcəm. Və Muaviyə radiyallahu anh deyir ki, əgər sən dediyində haqsansa, sənin görüşün daha doğru görüşdür. Yox, əgər dediyində batildirsinsə, bu bir hilədən başqa bir şeydir. Deyir o zaman, ey əmrəl müminin, mənə əmr elə. Deyir, nə əmr etmirəm, nə də qadağan etmirəm. Yəni istədiyini, nəyi məsləhət görürsən, onu et. Ömər radiyallahu anh ona bu əməli qadağan etmədi. Çünki Muaviyə radiyallahu anh ictihad edib, orada məsləhət gördüyü üçün, yəni düşmənin qəlbinə qorxu salmaq üçün, müsəlman hakimin izzətini göstərmək üçün bu şəkildə edirdi. Və üçüncü forma, qardaşlar, deməli birinci müstəhəbləri və yəni Allahın əmrlərini yerinə yetirməsidir. İkinci dedik ki, mübahlardır. Üçüncü, əgər hakim müstəhəbləri tərk edərsə və yaxud məkruhları işləyərsə və bu öz nəfsinə aid olan bir məsələlərdə olarsa, yəni, məsələn, deyək ki, özü hansısa sünnət namazları qılmır, nafilə ibadətləri yerinə yetirmir. Bu kimi, bunlara görə nə inkar gərəkdirmir, nə də buna görə günah gərəkdirmir. Buna görə nə də günah gərəkdirmir. Lakin, bu müstəhəbləri tərk etmək və yaxud məkruhları işləmək başqalarına da, bunun feili vasitəsilə başqalarına da sirayət edərsə, məsələ, belə deyək ki, imam durur. Namazda həmin hakim imam durur. Namazı çox, məsələn, deyək ki, namazda bəzi vaxtını gecikdirir. Axır vaxtında qılır. Məsləhətsiz yerə, məsələn. Və yaxud namazda bəzi namazın məkruhlarından işləyir. Bu zaman Əhl-i sünnətin mənhəci odur ki, hakimə nəsihət olunur. O da şərii qaydalarla nəsihət olunur. Hakimə nəsihət, sonra da yenə gələcək, insanla hakimin arasında olur. Yəni, nəsihət edənlə onun arasında olur, gizli şəkildə olur. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu əmr edib. Şərii qaydalar çərçivəsində ona nəsihət olunur və amma bununla belə də ona itaət edilir. Dördüncü forma, hakimin feili ilə bağlı olan dördüncü forma, hakimin haramlar və ya bidətlər işləməsidir. Əgər hakim haram və bidətlər işləyərsə və günahlar işləyərsə, böyük günahlar və ya çoxlu kiçik günahlar işləyərsə, bu günahlar istər öz nəfsinə aid olsun, istərsə rəiyyətə də sirayət edən bir şeylər olsun, burada üç haqq gərəkdirir. Üç məsələ gərəkdirir. Bu formada üç haqq gərəkdirir. Birincisi, bu ondan əməl ikrah edilir, bu əməlinə onun ikrah edilir, bu əməlinə inkar edilir, yəni insan qəlbində bunu inkar edir. Əgər gücü yetirsə, ona nəsihət edilir, Yəni, təbii ki, nəsihət edən insanın da niyyəti Allah üçün olmalıdır və islah niyyəti ilə ona niyyət etməlidir. Eyni zamanda
onun tövbə etməsi üçün, onun islahı üçün dua edilir və bu nədir? Bir müsəlmanın, yəni edə biləcək bir müsəlmanın borcudur. Əgər bunu edə bilmirsə, ən azından dua ilə kifayətlənib, onun islahı üçün dua ilə kifayətlənir və qəlbində də inkarla yetərlənir. Niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, sətəkunu umara, yəni başınıza başçılar gələcək ki, onların bəzi əməllərini bəyənib, bəzilərini inkar edəcəksiniz. Kim ikrah edərsə, o uzaq qalmışdır. Kim inkar edərsə salamat qalıb, lakin həlak olan, razı qalan və tabi olandır. Biz bu hədisin şərhini keçən dərsimizdə izah etmişik. Başqa bir hədisdə İbn Abbas radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən kim öz başçısına nəsihət etmək istəyərsə, onu açıq-aşkar etməsin. Açıq-aşkar etməsin nəsihəti, onun əlindən tutsun, gizlində etsin. Əgər qəbul edərsə, əlhamdülillah qəbul edər. Əgər qəbul etməzsə, artıq nəsihət edən öz üzərinə düşəni yerinə yetirmişdir. Və bu hədisi İmam Hakim Mustadrakəndə rəvayət edib və Tabaranidə Mu'camul Kəbirdə rəvayət etmişdir. Və bu hədis dəlildir ki, hakimə nəsihət əgər kim bacarırsa gizlində, hakimlə sənin aranda olur. Daha çıxıb internetdə, YouTube'da, televiziyada, yaxud hər hansı bir media orqanında və yaxud insanlar arasında, yaxud mitinqlərdə bu şəkildə səsimizi hakimə çatdırırıq deyərək nəsihət olunmur. Bu əhl-i sünnətin yolu deyil. Və bu hədis eyni zamanda mitinqlərin haram olmasına da dəlildir. Mitinqlərin haram olmasına da dəlildir. Çünki Rasulullah sallallahu aleyhi ve sellem mitinqlərdən məqsəd nədir? Hakimə insanlar öz səsini çatdırmaq, onun xətalarını deməkdir. Bunu da necə edirlər? Yolları bağlamaqla, küçələri insanlara əziyyət verməklə. Orada olan fəsadlardan danışmırıq. Orada olan yetərli qədər fəsad var. Açıq aydın Peyğəmbər sallallahu aleyhi və səlləm sənə hakimə açıq-aşkar şəkildə nəsihət etməyi qadağan edib. Sən Allah Rasulü sallallahu aleyhi və səlləmin qadağasını pozursan və adını qoyursan ki, bu şücaətdir, və bu igidlikdir və bu səsimizi çatdırmaqdır, zülmün aradan qaldırılması üçün çalışmaqdır. Xeyr. Burada böyük fəsadlar var. Alimlər buyururlar, niyə görə, bu hədisin şərhində deyirlər ki, niyə görə hakimə nəsihət gizlində olmalıdır, aşkarda deyil. Təsəvvür eləyin, bir hakimə, dövlət başçısına insanların, minlərin, milyonların önündə nəsihət edirsən. Burada hakimin iki halı var. İki haldan biri olacaq. Milyonların qarşısında biri ona nəsihət etdi. Ya hakim ondan nəsihəti qəbul edəcək və bu da insanların qəlbinə belə bir şey salacaq ki, bu hakim acizdir, qorxaqdır. Qorxusundan nəsihəti qəbul etdi. Bəli, düz bəzi insanlar fikirləşər ki, elhamdülillah, haqqı qəbul edən, haqqı sevən bir insandır. Lakin bəzilərinə də gözündə hakimin heybətini salacaq. Hakim sıradan bir insanın sözü ilə öz etdiyindən döndü. Və başqalarının da daha da cürətlənməsinə, hər yerindən qalxanın da ona gəlib nəsihət etməsinə bir növ qapı açmış olacaq. İkinci hal odur ki, hakim ondan qəbul etməyəcək. O zaman deyəcəklər ki, hakim kibirlidir, təkəbbürlüdür, haqq deyildi, qəbul etmədi. İnsanların qəlbində hakimə qarşı nifrətin artmasına səbəb olacaq. Hər iki halda məzəmmət olur. Hər iki halda da fəsad var. Hər iki halda da məsləhət yoxdur. Və bu əhl-i-sünnə alimlər bunu deyəndə Peyğəmbər sallallahu aleyhi ve sellem hədisini əsas tutaraq deyirlər. Və burada bu birinci haqqı idi. Birinci haqq idi, yəni onun haramlar və günahlar işlədikdə, bidətlər etdikdə olan ikinci haqq. Üçüncü haqq odur ki, onun kimə qarşı zülm ondan baş verərsə, o zülmə onun səbr etməsidir. Onun zülmünə səbr etməsidir. İstər onun malını əlinə almaqla, istər onu günahsız yerə həbs etməklə, istər onun, yəni onun haqqı olan şeyi ondan alıb başqalarına verməklə fərqi yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim rəhbərindən xoşa gəlməyən bir şey görərsə, ona səbr etsin. Bu Allah Resulü sallallahu aleyhi ve sellem hədisidir. Həmçinin Hüzeyfə radiyallahu anh hədisində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Yakunu ba'di əimmə la yehtədunə bihudəy." Məndən sonra başçılar olacaq, mənim hidayət yolumda olmayacaqlar. "Və la yestennuna bi sünnəti." Mənim sünnətim üzərində getməyəcəklər. "Və seyaqumu fihim ricalun qulubuhum qulubu şeyatin fi cüthmanil ins." Onlar elə bir kişilər olacaqlar ki, insan cüssəli, şeytan qəlbli insanlar olacaqlar. Hüzeyfə radiyallahu anh dedim ki, "Keyf asna'u ya Rasulullah in adraktu zalik." Ey Allahın Resulü, mən onlara yetişərəmsə nə edim? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Təsma'u və tuti'lil əmir."
öz başçına eşit, itayət et. Və in daraba zahrak və axaza malak fasma və ati. Belinə vurub malını əlindən alsa belə eşit, itayət et. Biz bu məsələ barədə keçən dərsimizdə danışdıq ki, bu məsələdə qardaşlar şəxsi məsləhətə baxmır. Mənə zülm olunur, belimə vurulur, malım əlimdən alınır. Burada mənim şəxsi məsləhətim yoxdur. Amma burada ümmətin ona qarşı çıxmaqla, bəli, ola bilsin, etiraz eləməklə, çıxmaqla və ya s. başqa yollarla mən haqqımı bəlkə geri alaram. Amma burada ümmətin məsləhəti aradan qalxır. Və biz də keçən dərsdə qeyd etdik ki, əl-masalihəl ammə muqaddamatun alə əl-masalihəl xassa. Ümumi məsləhətlər, millətin, xalqın ümumi məsləhəti şəxsi məsləhətlərdən nədir? Öndədir. Və burada bir dənə diqqət etməsi gərəkən bir məsələ də var. O demək deyil ki, hakimin zülmünə sən səbr etmən, o demək deyil ki, öz haqqımı da istəməsən. Bəli, öz haqqımı da şəriətin qoyduğu çərçivələr şəklində öz haqqını tələb edirsən, yumşaqlıqla. Əgər birbaşa ona müraciət, hakimə müraciət etmək imkanı varsa, o şəkildə və şəri yollarla hakimə nəsihət etməklə, yəni dediyimiz, az öncə dediyimiz kimi gizlində ona nəsihət etməklə ki, o zülmündən qayıtsın deyə nədir? Gözəl şəkildə öz haqqını tələb edirsən. Və yaxud, məsələn, hakimin qoyduğu, məsələn, deyək ki, təyin etdiyi qazi var və bu o zaman sən qaziyə müraciət etməklə öz haqqını nədir? Geri almaq istəyirsən. Burada da bir problem yoxdur. Və əgər bunlar fayda verməzsə, o zaman sən o zülmə nədir? Səbr etməyə davam edəcəksən bu dünyada. Amma axirətdə isə o hesab, buna görə heç şək yoxdur ki, hesab verəcək. Zülmə görə axirətdə hesab verəcək. Çünki Rasulullah s.ə.v buyurur ki, hər bir imam da başçıdır və o da əlinin altında olan rəiyyətinə görə cavab verəcək. Üçüncü haqq, qardaşlar, burada üçüncü gərəkən haqq, yəni hakimin haramlar işlədikdə, bidətlər işlədikdə gərəkdirən üçüncü haqq, o onu isqat etməyə, düşürməyə gərəkdirməz. Ona xuruc etməyə, ona qarşı çıxmağa gərəkdirməz. Əksinə, ona digər halal olan şeylərdə, mübah və digər əməllərdə eşidib itayət etməyi ona vacibdir. Yəni, onun etdiyi bu əmələ görə digər haqlar onun boynundan düşmür. Lakin, yenə bir deyirəm, yəni, bu məsələdə biz keçən dərsdə ətraflı danışmışdıq ki, hakimin haramına görə, yaxud haramı əmr etməsinə görə gələcək bu məsələ təkrar. Yəni, o demək deyil ki, artıq o günahı əmr edir, bəli, günahda biz ona itaət etmirik, amma o demək deyil ki, digər əməllərdə də itaət etməyək. Xeyr, bunu gərəkdirmirik. Bu, dediyimiz, deməli, dördüncü forma oldu. Birinci forma müstəhəblərdə yaxud vacibləri yerinə yetirməsidir hakimin öz feillərində. İkinci forma mübahları etməsidir. Üçüncü, sünnətləri tərk edib məkruhları çoxaltmasıdır. Dördüncü surə dedik ki, haramları, bidətləri və günahları etməsidir. Bu da onunla bağlı olan hökmlər idi. Və beşinci forma, hakimin etdiyi beşinci forma, hakimdən küfür sözlərin və küfür feillərin baş verməsidir. Yəni, böyük küfürün baş verməsidir. Və burada da bəzi haqlar var. Birincisi, ona gizlində nəsihət etməkdir. Şərii qaydalar, az öncə söylədiyimiz şərii qaydalar daxilində gizlində ona nəsihət edir. Əgər qaydarsa, o küfründən tövbə edib qaydarsa, öz hökmündə qalır və nədir? O zaman onun vilayəti də iqrar olunur. Çünki tövbə bütün günahları silir. Əgər sən, mən, birimiz, sıradan birimiz nə günah etsək belə, biz bilirik ki, tövbə edəriksə Allah o günahı tam özündən qabaq olan günahları tövbə özündən qabaq olan günahları silir. Allah o günahları bağışlayır. Əgər bu sıradan bir insan haqqındadırsa, hakim də bura aiddir və hakimin bura aid olması daha əvlədir, daha haqlıdır hakim. İkinci hal ola bilər ki, hakim nəsihətdən sonra küfüründə israrlı ola. Haqq ona bəyan olduqdan sonra yenə də israrlı ola. Bu zaman yəni artıq hakimin açıq aydın böyük küfür edir, dindən çıxardan küfür edir və istər bu sözlü küfür olsun, istər əməldə küfür olsun. Bu zaman hakimə qarşı çıxmaq üçün alimlər şərtlər qoyublar. 7 şərt zikr edirlər. O şərtlərin hər birinin
yerinə yetməsi gərəkir. Yəni o şərtlərdən belə deyək, 6-sı olarsa, biri olmazsa, yenə də o hakimə qarşı çıxmaq halal deyil. Yenə də ona qarşı çıxmaq halal deyil. O yanda o şərtlərdən bir neçəsi olmasın. O şərtlərdən birincisi odur ki, ondan söz və təkfir ediləcək söz və feilin sadir olması, varid olmasıdır. Yəni, açıq aydın, böyük küfürdən söhbət gedir burada, böyük küfür və böyük şirkin varid olmasıdır. Rasulullah s.a.v. hədisdə buyurur ki, İllə ən tarav minhu kufran. Ondan küfür görsəniz istisnadır. Ona qarşı çıxmayın, yalnız ondan küfür görsəniz istisnadır. Və burada günahları Peyğəmbər s.a.v. küfürü zikr etməklə günahları çıxartmış olur. Yəni, günahlar görsəniz çıxın demir. Ondan fasiqlik, günahlar görsəniz çıxın demir. Küfür görsəniz çıxın deyir. İkinci şərt odur ki, bu küfür yayılmış bir küfür olsun. Yəni, gizli deyil. Kimsə casusluqla gizli gedir, haradasa, məsələn, hakimin bir hansı əməlini çıxardır. Xeyr, açıq aydın insanlar arasında açıq aşkar bir küfür işləmiş olsun. Və bəzi alimlər bu bavah kəlməsində, çünki hədisdə gəlir ki, illə ən tarav minhu kufran bavahən. Açıq aydın, yayılmış bir küfür görəsiniz. Və Peyğəmbər s.ə.v. hədisinin davamında buyurur ki, Ma'akum minallahi fihi burhan. Sizin Allah yanında əlinizdə açıq aşkar bir dəliliniz olsun. Bu da dəlildir ki, hakim ixtilaflı məsələlərdə küfürü, yəni bir əməl küfürdürmü, küfür deyilmi deyə olan məsələlərdə hakim təkfir olunmur. Məsələn, namazın hökmü məsələsi. Biz bilirik ki, namazın hökmü nədir? İxtilaflı məsələdir əhl-i arasında. Bəzi alimlər namazın hökmünü, namazı tərk edənin kafir olduğunu, bəziləri isə kafir olmadığını deyir. Yəni, cümhur alimlərə görə, 3 məzhəbə görə, hənəfilərə, şafilərə, malikilərə görə və İmam Əhməddən də bir görüşə görə, həmbəlilərin də bir görüşünə görə, hansı ki, İbn Qudamə rahimehullah kimi alimlər də o görüşdədir. Onlara görə nədir, namazı tərk edən etdiyi namazı tərk etməsi kiçik küfürdür, böyük küfür deyil, dindən çıxarmır. İmam Əhməddən gələn başqa görüş və o da bəzi hədis alimlərinin görüşüdür ki, o da nədir, onun dindən çıxaran küfr olduğunu etiqad etməkdir. Deməli, məsələ alimlər arasında ixtilaflıdır və ixtilaf da mötəbər bir ixtilafdır. Yəni, qədimdən bu günümüzə qədər bir ixtilaf olub. İxtilaflı məsələ hakimdən sadir olarsa, deyək ki, namaz qılmırsa, buna biz kufr bavah deyə bilmərik. Kimsə hətta namaz qılmayanın kafir görüşünü götürsə belə, desə ki, baxın, bu önəmli məsələdir, qardaşlar. Yəni, bir adam deyir ki, mən o görüşdəyəm ki, namaz qılmayan kafirdir. Və ona görə də mən hakimi, yəni, mənə görə bu şərtlər yerinə yetirmək deyirik, xeyr. Çünki sən o görüşdə olsan belə, bu kufur, bundan, yəni, o əməli küfür saysan belə namaz qılmamağı, lakin hakimdən baş verərsə, biz deyirik ki, bu bavah kufur deyil. Yəni, açıq aydın küfür deyil. Yəni, hansı ki, Allah Resulü s.ə.v. buyurur ki, fihi ma'akum minallahi fihi burhan. Sizin əlinizdə Allahdan açıq aşkar bir nədir? Dəlil olsun. Üçüncü şərti odur ki, o küfür ehtimal olunan küfür olmasın. Yəni, elə söz ola bilər ki, küfür də ehtimal olunur. Yəni, küfür mənasına da yoza bilərsən, küfürdən başqa mənaya da yoza bilərsən. Bu, belə bir şey olmaması gərəkir. Bu şəkildə olmaması gərəkir. Əgər yozulan bir kəlmədirsə, yəni, o sözdə sən küfür hökmü verə bilməzsən. Məsələn, ola bilsən, hakim siyasi tərəfdən, məsələn, deyək ki, elə bir söz işlətsin ki, yəni, bəzi insanlar onu küfür mənasına yozsun ki, bu filan mənaya dəlalət edir. Amma, yəni, onu başqa mənaya da yozmaq olar. O zaman sən ona deyə bilməzsən ki, bu nədir, açıq aydın təkfirinə səbəbdir. Xeyr, bu nədir, ehtimal olunandır. Mütləq ehtimal olunmayan bir söz. Yəni, heç bir ehtimala yol qoymayan açıq aydın bir küfür olması lazım. Deməli, birinci şərt oydur ki, küfür olması lazımdır. İkincisi, bu küfürün yayılmış küfür olması. Üçüncüsü, heç bir ehtimala yer qalmamalıdır. Bu üçüncü şərtdir. Dördüncü, ona hüccətin qaldırılmasıdır. Çünki bəzi müsəlmanlar hakim barədə, yəni hər hansı bir yaxud da hətta sıradan bir müsəlman barədə bir küfür gördükdə hüccətsiz filan onu təkfir edirlər. Və bu onların hökmdə nədir? Cahil olmasından xəbər verir. Belə ki,
həmən təkfirə tələsirlər. Həmən təkfirə tələsirlər və onu hüccətsiz filansız təkfir edirlər. Və bu məsələ həqiqətən önəmli bir məsələdir. Alimlər, təhqiqatçı alimlər bu məsələdə danışıblar və bunlardan ən geniş danışanlardan biri Şeyxülislam İbn Teymiyyə rahimehullahdır. Şeyxülislam İbn Teymiyyə buyurur ki: "Fətəkfirul muayyen min haula'il cuhal və əmsalihim bihayth yuhkamu alayhi bi annahu min al-kuffar la yecuzul iqdam alayhi illa ba'da an taquma ala ahadihim al-hujja risaliyyə allati yetabayyanu biha annahum mukhalifun lir-rusul." Deyir ki, müəyyən şəxsləri təkfir etmək, belə ki, yəni o cahillərdən müəyyən şəxsi təkfir etmək, hansı ki, onların kafir olduğuna hökm vermək, bu deyir onlara risalə hüccəti qaldırılmadıqca, hökm onlara bəyan olmadıqca onları təkfir etməyə icazəli deyil. Ta ki, onlara bəyan olunsun ki, sizin yolunuz Rasulların yoluna müxalifdir. Baxmayaraq ki, kəlmənin, məqalənin özü küfürdür. Və deyir, bu deyir, bütün müəyyənlərə aiddir. Baxmayaraq ki, bidətlər deyir, digərlərindən daha şiddətlidir və bəzi bidətçilər başqalarından daha betərdir. Və ona görə deyir ki, فَلَيْسَ لِأَهَدٍ أَنْ يُكَفِّرَ أَهَدًا مِنَ الْمُسْلِمِينَ وَإِنْ أَخْطَأَ وَغَلَطَ حَتَّى تُقَامُ عَلَيْهِ الْحُجَّةُ وَتُبَيَّنَ لَهُ الْمَحَجَّةُ. Və Peyğəmbər Şeyxülislam İbn Teymiyyə buyurur ki, bir insana heç kəsə halal deyil ki, müsəlmanlardan belə etdiyi xataya görə onu nədir? Təkfir etsin. Ta ki, ona hüccət qaldırılıb, ona dəlilləri bəyan etmədikcə ona təkfir etmək halal deyildir. O deyir ki, وَمَنْ ثَبَتَ إِيمَانُهُ بِيَقِينَ لَمْ يَزَلْ ذَلِكَ عَنْهُ بِالشَّكِّ لَمْ يَزُلْ عَنْهُ ذَلِكَ بِالشَّكِّ. Peyğəmbər Şeyxülislam İbn Teymiyyə buyurur ki, kimin imanı yəqinliklə sabit olubsa, o ondan şəklə qalxmaz və bəl la yazulu illa ba'da iqamatil hüccə və izalati şübhə. Ondan nə zaman o qaldırılır, hüccət qaldırıldıqdan və şübhə aradan itdikdən sonra ondan o iman qalxmış olur. Və həmçinin onun Şeyxülislam İbn Teymiyyə rahimehullahın başqa sözləri də var ki, yəni müəyyən şəxsi təkfir etmək üçün mütləq hüccət gərəkdirir. Və burada usul və furuya bölmək deyən bir şey yoxdur ki, məsələn demək ki, usullara görə təkfir olunur, furuya görə təkfir olunmur. Belə bir şey yoxdur. O da bilsin, hətta furu dedikləri hansı ki, əməllərdir. Əmələ görə də təkfir olunsun, yəni əməli bir Allahın haram elədiyini, halal elədiyini haram edərsə və bu nədir? Ona görə bu ona hüccət qaldırmaq gərəkdirir. Yəni burada dini usullara və furulara bölmək məsələsi əslində bu mütəkəllimlərdən, kəlam əhlindən varid olmuş bir şeydir. Deməli bu dördüncü şərt oldu. Hakimə qarşı, kafir hakimə qarşı çıxmaq üçün dördüncü şərt oldu. Beşinci şərt odur ki, müsəlmanların o kafir hakimi itirməyə qüdrəti və qüvvəti olsun. Əgər onların qüdrəti və qüvvəti yoxdursa, onlara acizdirlərsə, onların çıxması onlara icazəli deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən ra'a min əmir minkum munkaran felyughayyirhu bi yadi." Sizdən biriniz bir münkər görərsə, onu əli ilə dəyişdirsin. Fa illam yastati' fa bi lisani. Buna gücü çatmazsa dili ilə dəyişdirsin. Fa illam yastati' fa bi qalbi. Bunu da edə bilməzsə, qəlbi ilə inkar etsin. Və zəlikə adaful iman. Bu isə imanın ən zəif yeridir. Yəni ən zəif iman da budur. Yəni insan qadir olduğu halda, yəni qəlbinlə yetərlənərsə, o zaman bu imanın zəifliyinə dəlalət edir. Və Şeyx İbn Baz rahimehullah da bu barədə buyurur ki, fərdlərin, insanların hakimə qarşı çıxması, hətta hakimin küfrü açıq aydın olsa belə, ona hüccət qalxdıqdan sonra belə, əgər onlarda güc, qüvvət yoxdursa, onların çıxması halal deyil. Çünki onların törətdiyi fəsad edəcəkləri islahdan daha böyükdür. Günahsız qanlar axacaq. Məsələn, deyək ki, onlar bilirlər ki, bu hakimə qarşı çıxsalar belə, saydığımız şərtlər var. Deyək ki, küfrü var, küfrü açıq aydındır və ehtimal olunmayan küfürdür, hüccət də qaldırılıb. Yenə də küfründə israr edir, amma müsəlmanlarda qüvvət yoxdur. Və müsəlmanlar çıxırlar, nə olur? Günahsız qanlar axır. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, dünyanın yox olması Allah qatında bir müsəlmanın qanının axıdılmasından daha yüngüldür. Başqa bir hədisdə buyurur ki, Kəbənin dağıdılması Allah qatında bir məsum, günahsız müsəlmanın qanının axıdılmasından daha yüngüldür. Əgər bir insanlar bilir ki, kafirə qarşı çıxmaqla günahsız 10 minlərlə insanın qanı axacaq, onların etdiyi əməl haramdır. Bugünkü günü baxırsan, yəni o əməli bəzi batil inançlı insanlar, bidət əhlinə olan insanlar kafirə qarşı çıxırlar,
və onun cəzasını o ölkədə yaşayan minlərlə, 10 minlərlə müsəlman çəkir, sonra deyir ki, ey İslam ümməti hardasınız? Niyə bizə kömək etmirsiniz? Məyər sən bu batil əməli edəndə İslam ümmətindən məşvərət etdin, yoxsa İslam ümmətinə qayıtdın ki, bəli, biz çıxırıq, onlar da sənə deyirlər ki, çıx, sənin arxandayıq, sənə yardım edəcəyik. Sən öz başına, öz millətini, öz qövmünü təhlükəyə atdın, minlərlə insanların qanına bais oldun, sonra deyirsən ki, ey İslam ümməti hardasan? Bu doğru yanaşma deyil, qardaşlar. Bu şəriətimizin buyurduğu əməllər deyil. Səndə güc qüvvət yoxsa, küfrü olan hakimə qarşı belə sən nədir? Onu gücün yoxdursa, onu itirməyə gücün yoxdursa çıxmaq sənə nədir? Haramdır. Və 6-cı şərt, qardaşlar, odur ki, ona qarşı çıxmaqla daha böyük şər baş verməsin. Daha böyük şər baş verməsin. Hansı ki, məsələn, onun küfr əhlidir, küfr sahibidir. Onun qaldığı hökmlə, bəli, o hökmdə qaldığı müddətcə bu şərdir. Amma onun yerinə məsələn daha şərlisi, daha betəri gələcəksə və yaxud ona qarşı çıxmaqla daha böyük şər baş verəcəksə, o zaman nədir? Bu əməl haram olur. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, "La yecuzu inkarul munkar bima huwa ankar min." Bir münkəri daha betər, pis münkərlə əvəz etməklə onu inkar etmək icazəli deyil. Muhammed Əmin Şinqit rahimehullah buyurur ki, bir şey yaxşılığı əmr edib pislikdən çəkindirəndə mütləq burada şərt odur ki, daha böyük fəsada, məfsədəyə səbəb olmasın. Və bu məsələdə deyir ki, alimlər arasında icmadır. Alimlər bu məsələdə icma edir. Və şəriətin qaydalarından, şərii qaydalardan belə odur ki, bir şəri daha böyük şərlə əvəz etmək icazəli deyil. Əksinə, yəni şəriətimiz şərləri yox etməyə və yaxud azaltmağa gəlibdir. Yəni, o şər daha azla əvəz olunacaqsa və yaxud şər aradan qalxacaqsa, bəli, o zaman icazəlidir. Lakin daha böyük şər baş verəcəksə, bu icazəli deyil. Yəni, yenə deyək, qayıdaq ki, əvvəlki şərtlərə, yəni hakimdən küfür sadir oldu, onun küfürü açıq aydındır, ehtimal olunmayandır, ona hüccət qaldırıldı və müsəlmanlarda güc qüvvət də var. Lakin bilirsən ki, bundan sonraki proseslər daha şərlərin gəlməsinə səbəb olacaq. O zaman yenə də çıxmaq haram olur. Və 7-ci şərt, alimlərin zikr etdiyi 7-ci şərt odur ki, bu məsələdə hökm sahibi əhl-i hill vəl aqd, yəni alimlər və ölkədə olan böyük insanlardır. Buna qərar verən onlardır, sıravi insanlar deyil. Onlar icazə verirlər ki, bəli, artıq bu, ona qarşı çıxmaq olar. Yəni, deyək ki, yenə də saydığımız bütün 6 şərt yerinə yetib, 6 şərt yerindədir. Yəni, onun küfürünün yayğın olan bir küfürü və ehtimal olunmayan bir küfürü hüccət qaldırılır. Müsəlmanlarda güc qüvvət var. Hətta müsəlmanlar bilir ki, onu itirəndən sonra onun yerinə daha belə deyək, yəni xeyirlisi gələcək. Lakin burada bizim bilmədiyimiz bəzi işlər ola bilər ki, onu əhl-i hill vəl aqd alimlər, yəni ölkədə olan hörmətli böyük insanlar onu görürlər, bizim görmədiyimiz bəzi məfsədələri görə bilirlər. Ona görə onlar çıxmağa izin vermirlər. Hakimə qarşı xuruc etməyə icazə vermirlərsə, həmin o küfür üzərində olan hakimə qarşı belə icazə vermirlərsə, o zaman yenə çıxmaq haramdır. Mütləq bu məsələ qayıdır əhl-i hill vəl aqda, yəni elm sahiblərinə. Və çünki orada ümumi məsləhələr nəzərə alınır. Şəxsi məsləhələr deyil, ümumi məsləhələr nəzərə alınır. Və bu hakimin feilləri ilə bağlı olan 5 forma idi ki, bu 5 formadan hər birinin də saydığımız kimi öz hökmü var. Sonra gəlir hakimin etdiyi əmrlərlə bağlı. Əgər hakim başqalarına əmrlər edərsə, bu əmrləri də alimlər 6 yerə bölürlər. 6 dənə formasını zikr edirlər. Birinci forma odur ki, hakim vacibi əmr edir. Bu təbii ki, vacibdir. Vacibin, hakimin də vacibi əmr etməsi ilə o daha da təkid olunur. Və insan niyyətini düzəldərsə, həm Allaha itaət etdiyinə görə bu vacibi yerinə yetirəndə savabını qazanır, həm də hakiminin əmrini yerinə yetirdiyinə görə o vacibi qazanır. Məsələn, cihaddır, bu cihad Allahın əmridir və hakim də cihada sənə əmr edir və bu zaman sən niyyətini düzəldərsən 2 qat savabını qazanmış olursun. O vacib daha da təkid olunmuş vacib olur. İkinci forma odur ki, hakim müstəhəbləri əmr edir.
Əgər hakim müstəhəbləri əmr edərsə, bu müstəhəbləri alimlər iki yerə bölürlər ki, bir rəğbətləndirmə baxımından əmr edir. Hakim deyir ki, yəni sizə məsləhət görürəm bu şeyləri edəsiniz deyə və bu əmrləri yerinə yetirmək müstəhəb olaraq qalır. Amma hakim bunları ikinci hal odur ki, məcburi şəkildə əmr edərsə, məsələn, bir insana əmr edir ki, sən tədrislə məşğul ol, insanların təliminlə məşğul ol və ya başqasını təyin edir ki, sən dəvətlə məşğul ol. Ona bu əməl müstəhəb idi, lakin hakimin əmrindən sonra ona vacib olur. Bir müstəhəbi əmr edirsə hakim, səndən tələb olunursa hakim tərəfindən, əməlin özü müstəhəb olsa belə, demək ki, qardaş, bu mənə müstəhəbdir, mən indi itaət etmirəm. Mənə vacib deyil ki, yerinə yetirim. Xeyr, sənə artıq vacib oldu. Hakim tərəfindən əmr gəldisə, bu əməl artıq sənə vacib oldu. Üçüncü forma, qardaşlar, odur ki, hakim bir mübahı əmr edir. Bir mübahı və əmr edir və yaxud bir mübahı tərk eləməyi insanlara əmr edir ki, bir mübahı qadağan edir. Və bu məsələdə də yenə hakimə itaət edilir. O mübahə əgər hakim əmr edirsə, nədir? Ona itaət edilir, ona qarşı çıxılmır. Və bu barədə alimlər danışıblar. Necə ki, İmam Qurtubi rahimehullah buyurur ki, əgər o hakim bir icazəli olan şey əmr edərsə, o məsələdə hakimə itaət vacibdir. Və həmçinin İmam Munavi rahimehullah da buyurur ki, əgər hakim bir mübahə əmr edərsə, ona itaət etmək vacib olur. Və məsələn, deyək ki, buna misallar günümüzdəki nizam qanunları, məsələn, deyək ki, yol işarələridir və yaxud ticarətlə bağlı olan məsələlərdir və yaxud səfərlə bağlı olan viza rejimi və s. məsələlərdir. Hansı ki, bunlar hakimin əmr etdiyi məsələlərdir. Hakim bu məsələdə sənə əmr edir və yaxud rəsmi sənədlərin çıxartması, xarici pasport və məsələn, deyək ki, maşın sürmək üçün pravanın olması və digər məsələlərdir ki, bunlar hamısı yol işarələridir, yol qayda qanunlarıdır, dayanma yerləridir və fərqi yoxdur. Bunların hamısı, qardaşlar, bildiğiniz mübah əməllərdir. Hakim sənə əmr edib və bunlara uymamız vacibdir. Bunları bilərəkdən pozmaq icazəli deyil. Yəni, və yaxud deyək ki, bir hakim bəzi şeyləri qadağan edir. Məsələn, deyək ki, sürətlə sürməyi qadağan edir yollarda. İşarəli svetoforda keçməyi, qırmızıda keçməyi qadağan edir. Və yaxud qadağan olunan yerdə dayanmağı, məsələn, yerlər var ki, orada dayanmağı bəzi yerlərdə qadağan edir. Məsələn, ticarət etmək üçün dövlətdən izin almağı sənə vacib edir ki, icazəsiz ticarət etməyi qadağan edir. Və yaxud bəzi halal olan şeylər var ki, o əsli halaldır, lakin dövlət müəyyən məsləhətlərə görə onun ticarətini sənə qadağan edir. Və bunlar bu zaman bu qadağaların olmağına baxmayaraq, bu qadağalarda da ona itaət etmən gərəkir. O qadağaları işləməmən gərəkir. Sənə vacibdir ki, o qadağalarda da hakimə itaət edəsən. Bu da üçüncü forma idi. Dördüncü forma, qardaşlar, hakim müstəhəbləri tərk etməyi əmr edərsə və yaxud məkruhları işləməyi əmr edərsə, hakim sənə nəyi əmr edir? Müstəhəbi tərk edir, deyir. Və yaxud məkruhları işlə, deyir. Bu məsələdə alimlər bu məsələnin özlüyündə iki yerə bölüblər. Birinci qism odur ki, o əməllər ki, orada heç bir şərii məsləhət yoxdur. Heç bir şərii məsləhət yoxdur. Məsələn, hakim deyir ki, kimsə namazların sünnətini qılmasın. Hər kəsə aid. Yəni, bir şərii məsləhət yoxdur. Bu barədə alimlər bu məsələni nəyə qiyas edirlər? Valideynin övladına müstəhəbləri qadağan etməsi məsələsinə qiyas ediblər və deyirlər ki, bu məsələdə alimlər arasında ixtilaf var. Bəzi alimlər buyurur ki, itaət etmirlər. Necə ki, İmam Əhməddən bir rivayət varid olur. Bu məsələdə deyir ki, itaət İbn Muflih də Abul Barakətdən gətirir bu məsələdə və İbn Həcər Heytəmi də bu görüşdədir və deyir ki, bu məsələdə valideyni yola verirsən, valideyn məsələsindən düzdür, onlar danışırlar. Lakin sən müstəhəbləri yerinə yetirsən. Çünki valideynin o sənə müstəhəbi qadağan etməsində heç bir məsləhət yoxdursa. Hakimin də əgər müstəhəbi qadağan etməsində heç bir məsləhət yoxdursa, o zaman ona
ki bacardığın qədər gizlində yerinə yetirsən ta ki böyük fəsada yol açmadıqca. Əgər bilirsən ki, sən müstəhəbi yerinə yetirsən, məfsədə olacaq, o zaman sən yenə o müstəhəbi tərk edirsən. İkinci görüş odur ki, bu məsələdə belə hakimə itaat edilir. Bu da İmam Əhmədin digər görüşüdür və Şeyxülislam ibn Teymiyyə rahimehullah da buraydadır ki, hətta hakim əmr edərsə bir müstəhəbi tərk etməyi və yaxud bir məkruhu etməyi əmr edərsə, məsləhə olmasa belə, ümumi müsəlmanların məsləhəti nəzərə alaraq fəsad baş verməsin deyə ona itaət edirsən. Və bu haqda, yəni bu görüşlər, yəni belə baxdıqda, yəni o qədər də böyük üzərində hökm qurulacaq hökmlər deyil. İkinci məsələ, ikinci hal isə odur ki, hakim müstəhəbi sənə niyə əmr müstəhəbi tərk etməyi və yaxud məkruhu işləməyi məsləhəyə görə əmrdir. Məsəl üçün, məsələn, günümüzdə misal olaraq gətirmək olar ki, deyək ki, məsciddə uca səslə zikr etməyi, uca səslə Quran oxumağı hakim tərəfindən xəbər verilir ki, məscidlərdə olmaz. Çünki digər namaz qılanlara mane olur. Və yaxud təkrar həcc etməyi və izinsiz, təsrihsiz həccə getməyi hakim qadağan edir. Niyə görə? İzdihamın baş verməməsi üçün. Müsəlmanların məsləhəti nəzərə alınır. Burada məsləhət var. Bu məsələdə alimlər arasında ixtilaf yoxdur. Bu bütün alimlər məsələdə ittifaq ediblər ki, hakimə bu məsələdə itaət etmək vacibdir. Onun itaətinə uymamaq, itaətsiz olaraq məsələdəki izinsiz, təsirsiz həccə qara yollarla həccə getmək, bu nədir? Bu hakimin əmrlərini yerinə yetirməməkdir və bu da haram olan bir əməldir. Çünki o sənə günahı əmr etmir. Sənə haram olan bir şeyi əmr etmir. İkincisi, burada ümumi məsləhət nəzərə alınır. Biz qayda götürdük ki, ümumi məsləhət şəxsi məsləhətdən öndədir. Təsəvvür edin, yer üzündə hər kəsin arzusu həcc etməkdir. Hər kəsin arzusu həcc etməkdir. Belə bir qadağa olmasaydı hakim tərəfindən, deyək ki, normal ildə 2-3 milyon insan həccə gedir, bu say 20-30 milyon olar. Yəni, Minanın, deyək ki, orada və yaxud Arafanın, yaxud Müzdəlifənin, yəni insanları, yaxud Məkkənin özünün insanları qəbul etmək qüvvəsi var, say var. Onu qadir olmayacaqsa, yəni orada böyük izdihamlar, böyük insanların həyatına böyük təhlükələr yarana bilər. Hər kəsin məşhur bir şübhəsi var, məşhur bir şeytanı şübhə var. Bir dənə mənlə nə olacaq? Bir dənə mənlə milyonlara təsir edəcək. Bir dənə sən deyilsən ki, səni kimi düşünən milyonlarla insan var. Hər kəs də deyir ki, bir dənə mənlə nə olacaq? Və o hər bir dənə mənlər gəlirlər, minlərlə insanın haqqına gelirlər, onlara əziyyət verirlər, onların yollarını darılaşdırırlar, onların izdihama düşməsinə səbəb olurlar. Həm bu tərəfdən müsəlmanların haqqına girmiş olurlar, həm digər tərəfdən Allahın həddini aşmış olurlar. Bunlar nədir? Şəriət bu şeylər əgər əmr edirsə, alimlər bu məsələdən danışırlarsa, boşuna danışmırlar. Şərii qaydalar əsasında bu məsələləri zikr ediblər. Və üçüncü məsələ odur ki, bu məsələdə yəni, şərii qayda var ki, əgər bir vaciblə müstəhəb qarşı-qarşıya gələrsə, vacib önə keçir. Yəni, bizim qarşımızda iki dənə hökm var. Sənin təkrar həccə gəlməyi müstəhəbdir. Öz-özlüyündə əməlin özü. Çünki məsələn, deyək ki, xüsusən də İslam həccini etmiş insanlardır. Sənin həccə gəlməyi müstəhəbdir. Hakimə itaət isə vacibdir. O zaman sən hansını yerinə yetirirsən? Vacibi yerinə yetirirsən. Vacib önə keçir. Yəni, müstəhəbdən önə keçir. Və burada qardaşlar, bir neçə misal, sələflərin həyatından bir neçə misallar gətirir. Məsələn, Ömər radiyallahu anhu xilafəti dövründə Xalid ibn Valid radiyallahu anhunu sərkərdəlikdən azl edir. Onun sərkərdəliyindən geri çağırır Mədiniyə. Və Xalid ibn Valid radiyallahu anh da onun əmrinə uyaraq geri Mədiniyə dönür. Ömər radiyallahu anhunun zamanında geri Mədiniyə dönür. Hətta Ömər radiyallahu anh məktub yazır başçılara ki, bilin ki, mən Xalidi ona olan nifrətimdən və yaxud onun xəyanətinə görə azl etmədim, hökmünü, onun sərkərdəlikdən almadım. Lakin insanlar onunla fitnəyə düşmüşdülər. Çünki Xalid radiyallahu anhu iştirak etdiyi bütün döyüşlərdə qələbə çalırdı. Və insanlar haqqında belə bir iddia, belə deyək ki, belə bir şey yaranmışdı ki, artıq sınaq kimi. Ki, Xalid əgər döyüşdəsə biz qələbə çalacağıq. Yəni, Allaha təvəkkülün zəifləməsi baş verirdi. Əlbəttə ki, bir növ insanların Xalid radiyallahu anhuya bağlılığı baş verirdi. Çünki onun iştirak etdiyi heç bir döyüşdə məğlubiyyət olmamışdı.
Və Ömər radiyallahu anh deyir ki, mən də insanlar onunla fitnəyə düşürlər deyir. Və mən qorxdum ki, o insanlar ona həvalə olunarlar. Allah onlara yardımı kəsə ona həvalə olunarlar və ona görə də bildirmək istədim ki, insanlar bilsin ki, hər şeyi edən Allahdır. Hər şeyi edən Allahdır. Və baxın, Xalid radiyallahu anh etdiyi əməl nə idi? Cihad idi, Allah yoluna vuruşmaq idi. Yəni, xeyri bir əməl üzərində idi. Lakin orada Ömər radiyallahu anh onu o hökmdən aldı. Yəni, Ömər radiyallahu anh onu cihaddan alması, yəni, hansı ki, orada başqa fətihlərin baş verməsinə səbəb ola bilərdi. Yəni, burada məqsəd nə idi? Ümumi məsləhəti gözləmək. Ömər radiyallahu anh başqa bir məsləhəti gözlər ki, insanların təvəkkülünə, insanların tövhidinə xələl gələ bilər, zərər gələ bilər. Ona görə Ömər radiyallahu anh bunun qarşısını aldı. Və yaxud Ömər radiyallahu anh xilafəti dövründə Abdullah bin Məsud radiyallahu anh onu Küfəyə göndərir. Ora bir müəllim kimi insanlara öyrətmək üçün göndərir. Abdullah bin Məsud radiyallahu anh Küfəyə gedir, insanları orada dəvət edir. Hansı ki, o sahabə içərisində ən elmli idi və Quranın təfsirini ən yaxşı bilənlərdən idi. Və Abdullah bin Məsud radiyallahu anhu həmçinin Quranın qiraətində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Xuzul Quran min arba, Quranı 4 nəfərdən götürün. Biri də İbn Abd, yəni Abdullah bin Məsudu qəst sayır. Birinci olaraq onu zikr edir. Osman radiyallahu anh xələfə olanda Abdullah bin Məsudu geri çağırır. Əmr edir ki, Mədiniyə dön. Hətta Küfə əhli qalxır, deyir, ey İbn Məsud, ey Əbu Abdurrahman, sənin arxandayıq. Sən burada qal, biz səni xəlifəyə qarşı qoruyacaq. Getmə, itaət etmə. Abdullah bin Məsud radiyallahu anh deyir, xeyr. Xəlifə əmr etdisə, qaydacam və həmən itaət edib qaydacam. Baxmayaraq ki, İbn Məsud orada dəvət edirdi. Müstəhəb bir əməli yayırdı. Onu Osman radiyallahu anh başqa bir məsləhətə görə qadağan edir, geri çağırır və o zaman Abdullah bin Məsud radiyallahu anh da ona itaət edir. Və həmçinin məsələn deyək ki, başqa bir rivayət, məsələn başqa bir misal, İbn Məsud radiyallahu anh'ın məkruhlara misal, həcdə Osman radiyallahu anh arxasında namazı tamamlamasıdır. Osman radiyallahu anh ictihad edib, xəta etdi, Minada 4 rükət qıldı. Biz bilirik ki, həcdə olanlar 2 rükət qılır. Amma Osman radiyallahu anh ictihad etmişdi ki, mən Məkkədən evlənmişəm, Məkkə əhlindən birini evlənmişdi deyə, elə zənn edir ki, artıq o Məkkəlidir və Minada 4 rükət qılır. Və İbn Məsud radiyallahu anh onun arxasında tamamlayır. Amma namazdan sonra ona inkar edib ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemin arxasında 2 rükət qıldım, Əbu Bakrin arxasında 2 rükət qıldım, Ömərin arxasında 2 rükət qıldım. Və Allahdan istəyirəm ki, Allah bu qıldığım 4 rükətdən o ikisini məndən qəbul eləsin. Və öyle Məsudda deyirlər, insanlar deyirlər ki, necə sən özün 4 rükət qıldın, həm inkar edirsən, özün də tamamlayırsan. Nə deyir? Deyir, əl-xilaf şər. Xilaf şərdir. Bəzi insanlar düzdür, bu sözü düzgün anlamırlar və deyirlər ki, xilaf şərdir deyib, nə gəldi edirlər? Cəmaat, kənd cəmaatından haramlar işləyirlər. Məsələn, cəmaat bir haram edir, gedir haramda iştirak edir. Məsələn, musiqili toydur, içki məclisi toydur, toya dəvət olunub. Deyirsən, hara gedirsən, haram məclisə, deyir, qardaş, xilaf şərdir, subhanallah. Sən hədisi anlamamışsan, bu sözü anlamamışsan. Xilaf, hansı məsələdə xilaf şərdir? O şeydə ki, mübah və müstəhəb məsələlərdir, müxalif olma. Amma haramdırsa, orada Allahın hədləri aşılırsa, orada xilaf şərdir kəlməsi işlənmir. Orada o əməli işləməkdir şər. O əmələ uymaqdır şər. Orada xilaf şər kəlməsi işlənmir. Və həmçinin məsələn Ömər radiyallahu anh vaxtında Ammar ibn Yasir radiyallahu anh necə ki insanlara təyəmmüm hədisini danışır. Ömər radiyallahu anh bunu eşidəndə eyni hadisədə bərabər olurlar. Ammarla Ömər radiyallahu anh Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında təyəmmüm hədisində bərabər olurlar. Amma Ömər unudur hədisi və inkar edir ki, sən necə belə bir hədis danışırsan? Bunu eşidəndə Ammar deyir, ey əmrəl müminin deyir. Əgər istəyirsənsə bugündən sonra bu hədisi danışmayım. Baxın, subhanallah, hədisi danışmaq, Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisini insanlara çatdırmaq sünnət, gözəl bir əməldir. Amma xəlifəyə deyir ki, əgər qadağan edirsənsə danışmayım. Deyir, xeyr, səni öz yoluma buraxıram. Yəni istəyirsən, danışa bilərsən. Yəni əgər Ömər radiyallahu anh qadağan etsəydi, Ammar ibn Yasir radiyallahu anh həmin hədisi danışmayacaqdı insanlara. Bu da, qardaşlar, hakimin əmrləri ilə bağlı, əmr və qadağalı ilə bağlı olan 4-cü forma idi. 5-ci forma ictihadi məsələlərdə bir şeyi əmr etməsi və ya qadağan etməsidir. O şeydə ki, ictihadi məsələdir. Yəni bəzi alimlər deyir, olar, bəziləri deyir, olmaz. Və hər ikisinin də mötəbər dəlili varsa, o zaman hakim ikisindən birinin rəyini götürüb
onu əmr edərsə, onlar sözünü götürüb əmr edir ki, bunu etməlisiniz, o zaman hər kəsin o əmrə uyması vacibdir. Çünki şəri qaydalardandır ki, əl-hakim yarfa'ul xilaf. Hakim xilafı aradan qaldırır. O hansı məsələdə xilafı aradan qaldırır? Yəni ictihadi məsələlərdə. Və orada alimlər şərt qoyurlar ki, hansı ictihadi məsələlərdir? Bu arada demək olar ki, 4 məzhəb alimləri arasında ittifaqdır. Necə ki, məsələn, Şeyxülislam İbn Teymiyyə bunu zikr edir. Mən onların hər birinin sözünü oxumuram ki, yəni vaxt almasın deyə. Sadəcə alimlərin adını zikr edirəm. Hansı alimlər bunu zikr ediblər? İbn Əbil-İz Əl-Hənəfi rahimehullah zikr edib. Həmçinin Şeyx Əl-Mar'i Əl-Həmbəli rahimehullah bunu zikr edib. Həmçinin Süleyman Əl-Cəməl Əş-Şafii rahimehullah zikr edib. Həmçinin Şeyx Muhammed Əl-Maliki rahimehullah bunu zikr edib. Həmçinin Abul Abbas Əs-Savi Əl-Maliki rahimehullah bunu zikr edib. İbn Abidin Hənəfi bunu zikr edib. Abdullah Əbu Batin rahimehullah bunu zikr edib. Həmçinin Şeyx Muhammed ibn İbrahim Əl-Şeyx rahimehullah bunu zikr edib və digər Şeyx İbn Baz və digər alimlər bu məsələni zikr ediblər. Bütün məzhəbdən olan alimlər bu məsələdə demək olar ki, yekdil rəydədirlər ki, hakim ictihadi məsələlərdə hakimin hökmü, ixtilafı aradan qaldırır. Lakin burada bəzi şəri qaydalar var. O şəri qaydalara da baxmamız lazımdır. Birinci o məsələ olmalıdır ki, ictihadi məsələ olması lazımdır və xilaf mötəbər olan bir xilaf olsun. Mötəbər olan bir xilaf olsun. İkincisi, hakimin tərcihi şəri bir dəlilə əsaslansın. Yəni, şəri dəlil əsasında olsun. Şəri dəlil. Üçüncü odur ki, bu hakimin hökmü dünya məsələlərinə aiddir, dünyada. Amma axirətlə bağlı olan məsələlərdə, halalı haram, haramı halal etmə məsələlərində onun nədir? Hökmü aradan qaldırmaz. Xüsus dünyavi işlərdə hakimin nədir? O ictihadi məsələləri ki, dünyavi hökmlərlə bağlıdır. Amma dəqiq elmlərlə və s. bununla nədir? Bağlı olan məsələlər isə bu məsələlərdə biz alimlərə qaydırıq, hakimlərə deyil. Zaten də hakimlər o məsələlərə çox vaxt daxil olmurlar. Və bu şərtlər daxilində olarsa, nədir? Hakimin hökmü, nədir? İxtilafı aradan qaldırır. Bu da qardaşlar, hakimin əmrləri və qadağaları ilə bağlı 5-ci formaydır. Və sonuncu forma, hakimin əmrləri və qadağaları ilə bağlı sonuncu forma odur ki, hakim vacibi tərk etməyi əmr edir və yaxud haram işləməyi əmr edərsə, bu zaman nə gərəkdirir? Bu zaman birinci o gərəkdirir ki, ona itaət, bu məsələdə ona itaət olunmur. Yəni, günahı işləməkdə və vacibi tərk etməkdə hakimə itaət edilmir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, فَاِنْ أَمَرَ بِمَعْصِيَ Əgər günahı əmr edərsə, فَلَا سَمْعَ عَلَيْهِ وَلَا تَعُنَا Eşidib itaət edilmir. Həmçinin alimlərin getirdiyi məşhur qayda var ki, لَا طَاعَةَ لِمَخْلُقٍ فِي مَعْصِيَةِ الْخَالِقِ Xaliqə asi olan şeylərdə məxluqa itaət yoxdur. İkinci, burada gərəkdirən qayda haqq odur ki, bu onun vilayətini, hakimliyini düşürmür. Haramı əmr etsə belə, o demək deyil ki, artıq onun hakimiyyəti düşdü, ona qarşı çıxmaq olmaz. Yəni, ona başqa məsələlərdə itaəti düşürmür. Əksinə, başqa məsələlərdə itaət edilir. Üçüncüsü, vacibdir ki, ona nəsihət olunsun. Gizlində nəsihət olunsun. Az öncə zikr etdiyimiz qaydalar çərçivəsində, gizlində, heç kəsin arasında deyil, açıq-aşkar deyil, ona nəsihət olunsun. Bu üç haqq onu gərəkdirir. Allahdan istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Allah Azza və Cəllə bizləri Qur'an və sünnənin işığında yaşayıb, salaf-ı salihin fəhmi üzərində olub, dinimizi gözəl şəkildə anlayan qullarına eləsin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.